أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. Salam değerli Kur'an severler. Biz geçen dersimizde sizinle 4 hərfi keçmişdik. İndi isə ikinci 4 hərfi keçəcəyik. Birinci dərs əlif, bə, tə, sə olmuşdu. İndi isə biz cim, hə, xa, dəl hərfini keçəcəyik. Cim hərfi bizim Azərbaycanda C hərfi ilə C hərfinin ortaq məxrəcində yerləşir. Hə hərfi boğaz hərfidir. Hə, xa qalın hərfdir. Dəl isə incə hərfdir. Yazılışına baxaq. 4 formada şəkil göstərilmişdir. Burada birinci sərbəst formasıdır. Sonra başlıqda yazılmaq formasıdır. Sonra ortada və sonra isə axırda yazılışıdır. Biz beləliklə bu günə qədər 8 hərf öyrənmiş olduq. Əlif, bə, tə, fə, cim, hə, xa, dəl. İnşallah yenə test göndərəcəm. Dərslərə yaxşı baxın ki, hansı sırada olduğunu tez deyə biləsiniz. Çox sağ olun, təşəkkür edirəm.